Hörmətli izləyicilər, may ayının altında Böyük çayın sahilindəyəm. Hansı ki qoyunumuzu itlər suya salmışdı, çaya atlamışdı, oradayım. Şişə idi, tövlədə balası var idi. İtlər qısnaşdırdılar, sıxışdırdılar, heyvanlar özünü attı çaya. Ondan sonra heyvandan bir də xəbərimiz olmadı. Keçən videoda dedim ki, Vüqar Şahin 500 manat göndərdi, Ayhan 2 qoyun alsın. Təşəkkür edirik, onlara da təşəkkürümüzü bildirmişdik. İnəklər yamaçdan çıxdılar, sıralandılar. 12-13 dənəsi yoldadır. Bir neçəsi də bu tərəfdə yamaçda qalıb. Onları da gözləyirəm. Heç yerə girə bilməzlər. Orada çəpər var. Özü də axşamdır. Gölgə getdikcə inək də getməlidir. Evdə onu buzovu gözləyir, sağıntısı gözləyir, yatıb istirahət eləməlidir qorxusuz yerdə. Elə bir yerdəyəm ki, çox qorxuludur. Daşın uçma təhlükəsi var. Üstdən qırılıb gələn yerin yəqin ki, görür izləyicilər. Yaxşı ki, yağışdan sonra gecə düşmüşdü. Yenə üstə düşmə təhlükəsi olan daşlar, qayalar var. Yol bağlanmışdı, kürəklər yolun kənarına qoydular. Bu bir başqa məsələdir. Əgər mənim başıma burada bir daş düşsə, aidiyyatı qurumlardan şikayətçiyəm. 1000 dəfə demişik, videosunu da çəkirik ki, qorxulu daşları salın. Yuxarı bir partlayıcı maddə qoyun, nə vaxtsa sürüşüb düşəcək o daşda. Çatı görsənir də, bir-birinə birləşməyib. Aşağıdan bir hissəsi tutunur, bir zəlzələdə boşalacaq, zəlzələdən, vəlvələdən gələcək. Kimin həyatını sonlandıracaq, onu bilmirik. Bəlkə elə indi düşəcək. Heç olmasa getdiyim yerindən yolu çəksinlər. Bir insanın da olması, boya başa çatması, təhsili, həyatı boyu nə qədər xərc çəkilir, dövlət nə qədər xərc çəkir. Bir dənə daş düşür, 5-10 nəfərin həyatına son verir. Necə bir yana yanaşma olar. Bax, qarşı daşı çatlayıb, həldir ki, gəlsin. Bir lay boşdad. Nə var ki, ora 1-2 kilo ton partlayıcı qoysun. Yaxud da tros bağlayıb, kəpsənlə dartıb aşırmaq da olur. Haq sözümüzü deyirik, sonra düşürlər üstümüzə. Haq sözdən də küsürlər, nahaqdan da küsürlər. Yanlışı savunacaq qədər ağılsız adamlar var. Arzulayardım ki, sərənkarlıq eləyənlərin başına düşsün bu daş və yaxud onu müdafiə eləyənlərin. İnsan həyatı bu qədər ucuz olmamalıdır. Axşam sağ yenə bədbin notlarla başladıq. Yamaçdan nə qədər quzqulağı yığdım. Quzqulağının sayı hesabı yox. Bəlkə 10.000 dənə kol quzqulağıdır. Bir topda 10 dənə, 20 dənə, burada 100 dənə. Beşər olasan oturub yarpaqların hamısını yığırsan, yeməlidir. Çoxları yazacaq ki, quzqulağı deyil, turşəkdir, nə olur olsun da biz indi o adına tanıyırıq. Turş olur. Bu tabi olur bizim dediyimiz dilindən xitədir. Əkcə də yaxşı olmuş, kəvər, soğan, başqa pendərlər də vururlar. Mənimki yığmaqdır, bir də yeməkdir, pişirməyə mənə aiddir. Yamaçlı olub, heç onlara toxunmadı.
İnəklərdən geride qalanlardan da bir anlı qaşqası gedir arxadan. İnək qalmaz, birbirinin havasına gedəcək. Quzqulağı yığmağının sübutu bir torbadır. Sən için təxmin edeyim. Olsun 600-700 gram. 50 dənə xitab olar. Çox da təmiz yığa bilmədim. Çöpü də oldu. Körpədir. Bugün gəlməsəydim naxıra. Quzqulağı yığacağım yox idi. Məqsədimdə, planımda yox idi quzqulağı. Soban kirmidi həmçinin. 10 GB video çəkmək həmçinin 30 manat cibimdə qalır. 12-3 manat internet, 2-3 manat benzin. Ən azından 25 manat maddi cəhətdən irəliyəm. 1 milyon dollarlıq da mənəvi cəhətdən zənginləşdim. İzləyicilər üçün də gözəl görüntülər çəkdiyimi düşünürəm. Buraya kadar gəlib körpünün üstünə çıxmayacağım. Əvvəlki çıxacağım. Say Lil'dir, bundan əvvəlki videoda da dedim. Lil olduğuna görə biraz heybətli, çox görsənir. Yoxsa çox suyu yox. Tivi kəndinin aşağı məhəlləsinin cavanlarının 90%-i bu sudan keçərdi. İndi də 50%-i keçə bilər. 2 nəfər qalıb 50%. Bir mən keçərəm, bir nəfər də tərəddüd edir. Körpünün dibin çay, sel oymasın deyə beton filtreler qoyublar. Burada mini bir şəlalə yaradıb, tökülür qıjova, köpülür su kimi. Süt çayı. İnəklərimin ikisi də getdi. Biraz bundan əvvəlki videoda dedim, çay qovşan suvarlıdır. Buraların hamısı TV çayın suyuna suvarlıdır. Durduğum yerdə çaylaq hamısı bağ idi. Elə üzü o tərəfə bu dik qayağın altından çəpər vururdular. Topallıq idi, səhləbiyan idi. İçirlər 1-2 maşın ot çıxırdı buradan. Cəviz ağacı var idi, neçə dənə. Özəlləşmədə bir neçə nəfərə düşdü. İsmailov Abbas dayıya, Gözəlov Cavidə və ya bir neçə nəfər də var idi. Gəlib bezərmədilər, cəvizləri kəsdilər, odun kimi, yanacaq kimi istifadə eləməyə. Deyəsən bu yerin əvəzində yola düşdüyünə görə Abbas dayı hansısa şəhətdə bu torpağın müqabilində torpaq almışdı. Kazancı olan Abbas dayı oldu. O tayda bir neçə qarağlar, mən ağacı, cəviz də qısılıb qayaya. Çox sirri, sehirli bağ idi. Yol çəkiləndən sonra ayaq altı oldu. Liseydə acil baxırdı, Lisəbəyimin bağı deyirlər. O bağda nə olduğundan heç kimin xəbəri yoxdur. Daşların qoyunlar nə qədər ağac, yuxarıda, qələmə, sumaq, əlgil, nə yox idi şu bağda. İndi qalıb bir Həsir, bir də Məmməd Nəsir. Gezərən də yox. Qurban əmiyə düşmüşdü, özəl pay kimi, o da rəhmətə getdi. Evlatların da imkanı çatmalı, gəlsin, bezərsin. İstirahət üçün gözəl bağdır. İmkan verələr, gətirib tikirlər, tikəsən. Daşınan kioslar, budqalar qoyasan. Turistləri qəbul eləyəsən burada. Yeyib içməklərin kətdən təmin eləyəsən. Tur təşkil edib gəzdirəsən, Göygöl, Gəmiqaya, Farağa çay, hara istəsələr, İranlıda, əlində qalası. Burada ola bir mərkəz. Pis ideya deyil. Hər ideyada yaxşı bir şey var, onu düşünüb dəyərləndirmək lazım. Bir videonun da sonuna gəldik. Göy canavar da bugün mənə yoldaşçılıq elədi. Yeyib içməyin tam vermişəm, dünən bir bax benzini var. Özündə tərtəmiz yumuşdum, əsrvaz yolu bir günə. Maşını bu günə qoydu. Mənə dedim ki,
təmiz maşın sərf eləmir, ürəyi istəyən kimi maşın sürə bilir. Nə qədər asta sürürsən, görməsələrdən sıçrayan kirli su, biri kirliləri maşını kirləndirir. Burada bir çeşmə də var idi. Bağı sularında batıb gəlib çıxır. Baxıram indi də var. Suvarmanın əlaqəsi yox. Yağıntı ilə əlaqəsi olar. Yamaçdan batıb gələ bilər. Məncə bu su keyfiyyətlidir. Ondan içməyinə dəyər. Və bizim videonu da izləməyinə dəyər. Salamat qalın.